Neçə ildir biz həqiqətən çox zülm çəkirik. Küçəmizin adı da Fələstinlər küçəsi deyilir. Yeni Masazır qəsəbəsi Seyid Əzim Şirvani küçəsindəyik. Bu küçənin demək olar ki, bir çox problemləri var. İlkin olaraq qeyd edim ki, küçənin asfalt örtüyü ümumiyyətlə olmayıbdır. Sakinlər öz hesablarına, öz vəsaitlərinə dəfələrlə bura asfalt örtüyü çəkdiriblər. Hazırda bax, gördüyünüz bu asfalt qırıntılarından alıb öz hesablarına küçəyə asfalt çəkibdilər. Bu da zamanla uyğunsuz olduğuna görə zamanla yox olub gedib. Hazırda isə sakinlər bildirirlər ki, yağışlı havalarda küçələr keçilməz vəziyyətdə olur. Məcbur olaraq çəkmələrdən, iki çəkmədən istifadə edirlər. Yağış yağanda konkret olaraq qız, gəlin, uşaq məktəbə getmir. Çünki niyə? Hər yer palçıq, su, yağmur. Öz vəsaitimizdən kimsə evini qazarsa, kimsə evində təmir edirsə, onun qırıqıntısını gətirib yolumuzu düzəldir ki, nə var, ayağımızın altı palçıq olmasın. Çox bərbad haldadır yolumuz. Bax, Bakı-Sumqayıt yolundan hardasa burada bir 50-60 metrliyindəyik. Yağış yağanda bax, o böyürdəki yolu keçmək olmur. Yollara çəksələr, baxsınlar da, cəmaat millət yaşayır, uşaqları bax, məktəbə gedə bilmir heç yerə. Balçığın içində qalırlar hamısı. Seyid Əzim Şirvani küçəsinin digər problemlərindən biri də sularının vaxtında gəlməməsidir. Sakinlərin sözlərinə görə elə bu su xəttlərini də öz hesablarına çəkibdilər. Daha sonra isə sayğaçlar qurlaşdırılıb. Sayğaçlar qurlaşdırılandan sonra isə su xəttlərində problemlər yaranıb. Yəni təzyiqlə verilmir sular. Sakinlərin isə tələbləri odur ki, bir gündən bir də olsa, gün ərzində bir neçə saat da olsa su normal şəkildə gəlsin. Su əslində bizdən, üzr istəyirəm, bax, sayğaçlar görürsünüz qoyulub. O sayğaçlar qoyulmamışdan qabaq su bundan yaxşı gəlirdi. Sayğaç qoyuldu, dedik şükür Allaha ki, sayğaç qoyuldu, bizə dövlət qiyməti nədir, nə deyil, onunla da hesablayıb pulumuzu veririk də, burada nə yazırsa. Şükür elədik, amma görürük ki, yox. Seyid Əzim Şirvani küçəsinin sakinlərinin digər problemlərindən biri də işıqlarının tez-tez sönməsidir. Sakinlər artıq işıqların tez-tez sönməsindən demək olar ki, təngə gəlir. Və işıqla da sönür də, tez-tez sönür. Tez-tez sönür də işıqlar da. Yəni Bir dənə transformator qoyublar, 20 dənə nə bilim yerlərə qoşulub. Hər dəfə işıq sönəndə az işığa zəng vururuq deyir, transformatorda problem var. Transformatorda düzəltsinlər, işığımız olsun, körpə balamız var, xəstəmiz var. İşığımız demək olar ki, həftədə 2 dəfə heç olmasa sönür. Nə vaxtda zəng edirik, deyir ki,